Herkese salam. Bugün kimyanın ilk anlayışları mövzusundan 33-cü sualımızın həllinə baxarıq. Bizə birləşmənin ümumi formulun və bu formulda Y atomunun kütlə payının 48% olduğunu göstərir və həmçinin Y atomunun kütləsini də verib. Bizə verilən şərtlərə əsasən ilk əvvəl nəyə yaza bilərik, ona baxaq. Bizə X2Y3 birləşməsində Y-in kütlə payının 48 olduğunu verdiyinə görə biz bu birləşmədə ilk əvvəl Y-in kütlə payını necə tapa biləcəyimizə baxarıq. Bunun üçün kəsr xətti çəkirik. Sürətimizə Y-in kütləsini yazırıq. Məxrəcimizə isə ümumi kütləni yazırıq. Ümumi kütləni isə 2x üstə gəlinsin 3y şəklində yazarıq. Vurulsun 100%, çünki kütlə payını hesablayırıq. Bərabərdir 48% veriblər. İlk əvvəl neynədik? Bizə verilən birləşmədə Y-in kütlə payını hesabladıq. Daha sonra bizə Y atomunun kütləsinin 32 olduğunu deyilir. Deməli, neyindirik? Bu birləşmələrdə Y-i harda görürüksə, onun yerinə 32 yazırıq. Yazaq. 3 vurulsun 32 bölünsün. 2x üstə gəlinsin. 3 vurulsun 32 vur 100% bərabərdir 48-ə. Ümumi sadələşdirmə aparaq. 96 vur 100 bərabərdir 48 vurulsun. 2x üstə gəl 96. Davam eləyək. Sadələşdirmə aparaq. 2x üstə gəl 96 bərabərdir 200-ə. X bərabərdir 100. 2x bərabərdir 104. X'i də buradan tapırıq ki, cavabımız eləyir 52 qram. Bizdən nəyi soruşurdu? X atomunun kütləsinin, deməli cavabımız burada olur 52 qram. B variantı.